Salam. Yəni, siz heç kinoteatrda oturub ən çox gözlədiyiniz filmin treylerini izləmisiniz? Belə ekranda partlayışlar olur, dramatik musiqi səslənir, böyük hekayə başlayır, amma qəfildən Başrolun üzü göstərilmədən ekran qaralır, düzdür. ay sağ ol, məhz elə. Sadəcə tezliklə yazısını görürsünüz. Bu, yəni adamı həm əsəbiləşdirir, həm də marağını tam pik həddə çatdırır. Yaxşı, qısası, gəlin bugünkü dərin təhlilimizdə bunu aydınlaşdıraq. Çünki əlimizdəki material tam olaraq bu vəziyyətə bənzəyir. Bəli, cəmi bircə cümləmiz var. Deyilir ki, Real Madriddən ayrılacaq ilk futbolçu məlum oldu. Vəssalam. Amma düzü mən bununla tam razı deyiləm. Bəlkə bu elə, yəni sadəcə klik yığmaq üçün qurulmuş bir media oyunudur. Sənin bu treyler analogiyan həqiqətən yaradıcıdır, amma bu spesifik vəziyyətdə mən biraz fərqli düşünürəm. Fərqli necə yəni? Səncə bu clickbait deyil? Yox, qətiyyən, bu treyler deyil, daha çox sızdırılmış bir məhkəmə sənədinə bənzəyir. Burada ən cəlbedici məqam odur ki, İspaniya mediasında o məlum oldu ifadəsi şayə demək deyil. Aha, yəni daha dəqiq və rəsmi bir şeydir. Tamamilə. Bu, artıq pərdə arxasında geri dönüşü olmayan hüquqi bir mexanizmin işə düşdüyünü göstərir. Yəni, sadəcə kimsə getmək istəmir, böyük ehtimalla gizli bir ön müqavilə artıq rəsmiləşib. Deməli qərar verilib, sadəcə klubun PR şöbəsi, necə deyərlər, açıqlama üçün ən doğru vaxtı gözləyir. Amma bax, biz onsuz da bilirik ki, Real Madriddə hər transfer pəncərəsi daim qaynayan qazan kimidir. Düzdür. Dinamika həmişə var. Oyunçular gedir və gəlir. Onda bircə oyunçunun getməsi niyə belə ciddi struktur dəyişikliyi kimi təqdim olunur? Yəni, bu evdəki hər hansı bir divanın yerini dəyişmək yox, birbaşa əsas daşıyıcı divarı sökməyə bənzədilir axı. Çünki bu bənzətmə çox yerindədir. Daşıyıcı divarı sökəndə sadəcə otağın görünüşü dəyişmir. Sən məcbur olub evin bütün yük bölgüsünü yenidən hesablamalısan. Hə, yəni hər şey bir-birinə çox sıx bağlıdır. Məhz. Real Madrid kimi nəhəng bir sistemdə ulduzun getməsi dərhal maaş büdcəsində, deyək ki, 15-20 milyon avroluq böyük boşluq yaradır. Bu isə bütün Avropada nəhəng bir domino effektini başladır. Yəni, digər klublar da dərhal reaksiya verməyə başlayır. Əlbəttə, Bavariya və ya PSG kimi klublar büdcənin açıldığını görəndə, öz oyunçularını qorumaq və ya satmaq üçün yeni stratejiya qururlar. Çünki bilirlər ki, Madrid böyük pulla bazara girmək üzrədir. Aha, maliyyə tərəfdən əlləri açılır, bunu anladım. Bəs bunun yaşıl meydandakı təsiri necə olur? Məsələn, gedən oyunçu bir mərkəz yarım müdafiəçisidirsə, elə bazardan eyni mövqedə başqasını alıb ora qoymaq bəs etmir? Təəssüf ki, yox. Futbolda işlər belə bəsit işləmir. Reallıqda hər elit oyunçunun yalnız ona məxsus bacarıqları var. Əgər komandanın əsas oyun qurucusu gedirsə, məşqçi sadəcə onun yerinə başqasını qoymaqla kifayətlənə bilmir. Sistemi dəyişmək məcburiyyətində qalır. Dəqiq. O itirilmiş dinamikanı kompensasiya etmək üçün, yəni bütün taktikanı dəyişməlidir. Məsələn, 4-3-3 sistemindən 4-4-2 sisteminə keçməlidir. Yəni, sırf bir nəfərə görə yerdə qalan 10 nəfərin də oyunu dəyişir. Bəli, onların mövqeyi, qaçış məsafəsi və komandanın ümumi hücum fəlsəfəsi kökündən dəyişdirilir. Bax, məsələn, ən maraqlı yeri də elə budur. Sizin hər gün oxuduğunuz minlərlə idman xəbərinin o böyük məlumat yükünün içində itməyinizə ehtiyac yoxdur. Düzdür, sadəcə o əsas həlqəni tutmaq lazımdır. Əlbəttə, siz artıq o daşıyıcı divarın söküldüyünü bilirsiniz. Avropada menecerlərin telefonları dayanmır, taktika lövhələri yenidən cızılır və böyük bir zəncirvari reaksiya artıq işə düşüb. İndi sizə sadəcə o ilk divarın kim olduğunu rahatlıqla izləmək qalır. Yəni, bunu daha geniş mənzərə ilə əlaqələndirsək, bircə cümləlik bu atsız xəbər bizə müasir idman sənayesinin nə qədər kövrək bir mexanizm olduğunu sübut edir. Qapalı qapılar arxasında bir imza hər şeyi həll edir. Məhz, tək bir imza təkcə bir klubu deyil, bütün qitənin idman ekosistemini eyni anda hərəkətə gətirmək gücünə malikdir. Beləliklə, bütün bunlar nə deməkdir? İlk baxışda çox bəsit görünən bu kiçik detal əslində qarşıdan gələn çox böyük bir fırtınanın yeganə xəbərçisidir. Və bu, məncə, çox vacib bir sual yaradır. Sizcə, bugünkü informasiya bolluğu dövründə xəbərin açıqlanan tam detalları, yoxsa
məhz bilərəkdən sir saxlanılan, atsız buraxılan o qaranlıq tərəfi daha çox rezonans yaradır. Hə, adamda suallar çoxaldıqca maraq daha da artır. Tamamilə. Bəzən adın çəkilməməsi xəbərin özündən daha güclü bir hekayə danışır. Öz növbəti informasiya axtarışınızda, bax, mütləq bu barədə düşünün.